Bax, mən postu ki, keçəndə ikinci ödəməyəm atam öyü. Buradan məsəl üçün o üzdə mənim çağırsan bu üzdə eşidilər. Mən oraya gedə bilmirəm. Село Вахтангиси Гордобанского района Грузии – место компактного проживания этнических азербайджанцев. Это село расположено прямо на границе с Азербайджаном. Жители села рассказали нам о том, как на них сказались закрытые уже 5-й год границы с Azərbaycanım. Mağazinlərimiz işləmir, içində produktlarımız xarab olub, gediş gəliş yoxdur. Belə qohum qardaş ölüb üstünə gedə bilmirik. Nahara bax, yol bağlıdır. Nə gedəmirik, nə gələ bilmirik. Çox pisdir. Bunu açmaq lazım, bunu demək lazımdır. Hər yerdə də, bütün dünyanın hər yerində açıqdır. Bizə bizim bu Gürcüstanda, Azərbaycanda bağlıdır. Belə olmaz. Bunu xalq yazıqdır. Elə insanlar var, imkansız insanlar var. Has ki, Bakıda uşaq oğlu yaxşı gedə bilmir. Samolyota bileti pulu yoxdur. Yaşayışı çətindir. Qatar açılman, qatarın qiymatı da deyirlər 150 lari deyirlər. Olsun açılman, o 150 harada, o kasıb samolyota minib gedər. O kasıb harada nasıl 150 lari versin ona. Çətindir, yox, çox çətindir var. Bu yollar açılmalıdır. Mənim qaynım yoldaşı Sadıqlıdır. Bu yaxınlardan vardı Sadıqlı etdi. Bakı etdi, Bakıda Sadıqlı buraya sərhədə gəldi yenə, həmən yerə buraya. Özüm Azərbaycan qızıyam, Kranistan ağırda olurum, 20 qəpiklik yoldur, buradan oraya gedə bilmirik. Anam xəstədir. Qorca 85 yaşında anam var. Getməyə gərək çeriz, Bakı ilə hərrənəsən, imkanım yoxdur, öydə təkəm, gedə bilmirəm. Yəni, o telefonda orada ağlayır, mən burada. Yəsi xəstəlik tapdı, getdi, vardı. Görünür aynadan da, bax. Bax, hamısı içindəcə xarab olub ona, bax. Valyuta işlətdi mi ki, açdı, heç işləmədi. Harada işlədi? Bütün onu hamısı töküləsidir, bax. Nə boyda ziyandadır, bəlkə 50 milyarlik ziyandadır o adam. Qoydu, çıxdı, vardı, getdi. Yəni, biz ona görə danışırıq ki, bax belə, əvvəllər burada maşın çox olurdu. İnsanlar çox gəlirdi, yollarımız açıq idi, alverimiz daha gözəl idi, gözəl gəvə satırdıq, indi sata bilmirik. Азербайджан держит свои границы закрытыми с 2020 года, объясняя это пандемией. Хотя президент Ильхам Алиев в своем выступлении заявлял, что границы закрыты из соображений безопасности. Недавно после визита премьер-министра Грузии Иракли Акробахидзе в Азербайджан официально Тбилиси анонсировал возобновление работы железной дороги Баку-Тбилиси 1 мая. Азербайджанская сторона тогда заявила, что этот вопрос все еще обсуждается. А уже 18 марта стало известно, что границы останутся закрытыми до 1 июля.